Herkese selam arkadaşlar. Biz birinci sınıfı kurtardık. Bəli, bugün bizim için önemli bir gündü. Çünkü bugün biz birinci sınıfı bitirdik. Bugün videomuza sonasız başlayırıq. Çünkü sona gedib rayona gəzməyə. Tək başlayıram. Yunus getmədi. Niyə? Çünki dəniz mövsümüdür. Çünki hovuza getmək var. Yunus dənizsiz sovusuz qala bilmir. Sona da gələndə gedəcək artıq dənizə. Bilmirik artıq. Bugün deməli sizə nəyi paylaşmaq istəyirik uşaqlar? Deməli birinci sınıfı bitirdiklərinə görə belə bir sertifikat verilir bu uşaqlara. Sona burada yoxdur. Sonanın yerinə Yunus götürdü. Deməli, Masazır kəndi 2 nömrəli tam orta məktəbin bir sinif şagirdi. Deməli yazıb. Bu günə qədər səninlə çox şey öyrəndik. Hər günümüz yeni bir həyəcanla, maraqlı bilgilərlə keçdi. Artıq birinci sınıfı uğurla bitirdin. Səni təbrik edirəm. Sən gələcəyin bir ulduzu, işıqsan. Yolun açıq olsun. Səninlə fəxr edirəm, kiçik ulduzum. Bu Sonanın eyni sözlərdə Yunusa yazılıb. Bir də bizim bugün həyəcanla gözlədiyimiz Venetkamız var. Bilirsiniz ki, Sonanla Yunus dayan Yunus. Sonanla Yunus eyni sinifdə oxuyurlar. Ona görə bir dənə Venetka bizə bəsdir. Bu belə üst şəklidir. İşte böyle. Sizcə qubunulum mən. Deməli, bu müəlliməmiz, Afət müəlliməmiz sevimli. Səhifədə ən sevdiyim səhifədir. Bu Sonanın. Allah, bir dənə səhifə var, ən sevdiyim səhifədir. Ay, dayan Yunus, dayan bir hamısına gəlirik. Yəqin ki, bütün uşaqların Venetka çəkilişləri olubdur. Məncə onsuz. Ana, hamı burada kimsə olur, ondan sonra nə oluram? Hə, nə olursan orada? Hamıda, bütün Venetkaya gələnlərin kitabında. Hə. Kimsə burada olur, sonra mı oluram? Hə, sən olursan da. İkinci olursan hamıda. Hə. Görürsən. Ay sizcə qubunulum. Allah hamısını qorusun. Allah bütün balaların yolunu Ən sevdiyim yer buradır. Ay sizcə heyran olaram mən. Görürsünüz. Mən də ilk dəfədir sizlə baxıram uşaqlar. Sizlə baxıram mən də. Baxın, dayanın, yanıca baxın. Sona görməyib bu Venetkanı. İndi canlı zəng eləyəcəm, sonra da baxsın. Sevirim. Ay, sevdim ben bu şəkilləri. Sevirim ana. Sevdim. Burada da milli paltarla. Deməli bir məktəbli formasından çəkilişlər oldu. Bir milli paltarla, bir də gəzinti. Siz eğlendim. Can. Ay Allah, bu da sinif uşaqlarımız. Bu oğlanlar. Buranın sevdiyim yerdir. Əlini qaçır. Bu oğlan qız. Bilsəydim Sonaya ağ corab geyindirərdim. Bax, heç ona fikir verməmişəm. Burada da qızlarımız. Burada da yenə kollektiv şəkilimiz. Bitti? Bitti. Xeyirli olsun, uğurlu olsun. Rəbbim mənə qismət eləsin. Yunus, sənin universitetdə son bitirdiyin günü belə Venetkanı gətirəsən, Venetkanı görəm. İnşallah. Sənin də Sonanın da universitet Venetkasını görəm. Daha ikinci sınıfı qurtaranda görüşərik. Hə, ikinci sinif qutarında niyə görüşürsən? Hələ sən sentyabrda 2-yə başlayırsan. Da hər sinifdə Venetka olmur, da belə çəkdirdik, getdi. Bir də Allah qoysa 11-də olacaq. İkinci gedəndə də çəkəcək. Hə? Devamını çəkəcək ikinci sınıfa gedəndə. Yox, ikinci sinifə gedəndə o başqa vlog olacaq. Dərs ilinin ilk günü vlog olacaq. Sən mənə de görüm, bax birinci sinifə getdin, bir il oxudun, düzdürmü? Bir ildə məktəbdən nə anladın? Məktəbi indi başa düşdün ki, məktəb nə deməkdir? Əvvəl bağçaya gedirdin. Hərfləri bilmirdim və başa düşdüm. Oxumağı öyrəndin. Amma bir dənə bağçada öyrəndim, 2 dənə bağçaya getdim. Hə, sən yəni 2 yaşından bura bağçaya gedirdin, bir ildə məktəbə gedirsən. Məktəb yaxşıdır, bağça yaxşıdır. Bağça. Niyə? Çünki orada yatırırlar, yemək verirlər. Sən orada yatmaq istəmirdin, ağlayırdın ki, bağçada məni yatırmasınlar. İndi nə deyirsən ki, yatırdıq orada yaxşıydı? Axı yemək vermirlər axı. Məktəb bağça saat 6-ya qədərdir, amma məktəb saat günortaya qədər olur. Üzrə məktəbə yemək qoyuram. Məktəb. Uşaqlar, bunun altına yazın görüm, siz məktəbə özünüz evdən yemək aparırsınız, yoxsa pul aparıb oradan nəsə alırsınız? Alırsınızsa ən çox nə alırsınız? Pul alırıq. Mən ilin çox vaxtını, çox aylarını deyim də, axır bir ayını çıxmaq şərti ilə %99% evdən nəsə qoymuşam. Ya şirniyyatı, ya çörək arası, ya hamburgeri. Düzdürmü Yunus? Amma axır bir ayı qoymamışam. Axır bir ayı uşaqlar istədilər ki, artıq pulla nəsə alsınlar. O da ki, alma ağzına. O da ki, ancaq ziyanlı şeylər alırlar, yeyirlər.
Düzdür mü? Ana bufette güzel şey yok da. Ha bir şey olmur da. Toz satılır. Bugün nə aldın məsələn? Suxarı. Suxark yaxşı bir şeydir. Suxark yaxşı. Ana! Hə. Şokoladdan başka orada zavallı şey var ancaq. Hə. İradə kimdir bizim orada satacağımız? Yəqin il qutarır, ona görə qoymurlar artıq çox şey gətirməyə. Bir də ki, uşaqlar məktəbdə biraz az olur. Daha videomuzu bitirək. Bitirək. Niyə, nəyə həvəslə? Biz siz niyə görə bitirmək istəyirsiniz? Çünki videonu bitirib marketə qaçacaq uşaqlar. Pulu var, gedəcək xərcləməyə. Hə. Heç nə. Biz sizlə sağollaşaq. Bugünkü videomuz biraz qısa oldu. Keçək. Biz də Sonaya görüntü olaraq zəng eləyək. Sonaya göstərək bütün bunları. Deməli uşaqlar, 1-ci sinifin sonunu biz sizlə belə tamamladıq. Və də bu və də Yunusumuz. Bu səfər başqa bir dənə bağlanış edəcəm. Hə, indi elə görün bağlanışı. Gucci, mucci. Hələlik. Kanalımıza like atıb abunə olmağı unutmayın. Sizləri sevirik. Bütün 1-ci sinifi qutaran uşaqları təbrik edirik. Ümumiyyətlə 11-dən 11-ə qədər